Vurğulamaq istəyirəm ki, susqunluğuma son qoyan səbəb mədəniyyətimizin və incəsənətimizin ümumi şəkildə çətin və xoşagəlməz durumudur. Bunu rəsmi dövlət işçisi olmadan, lakin 92-ci ildən hər zaman dövlətin mühüm layihələrində rast qrupu kimi və böyük layihələrin musiqi rəhbəri kimi və s. və ilax 15 il ərzində dəfələrlə bir çox mədəniyyətimizin taleyi onlardan asılı olan incəsənət xadimlərinə, bəzi vəzifəli şəxslərə, nüfuzlu, zəkalı, millətini sevən hesab etdiyim ziyalılara çatdırmağa çalışmışam. Amma təəssüf ki, əsasən cavablar və reaksiya bu şəkildə səslənib. Sən çox şeyi bilmirsən. İşin gücün yoxdur. Başlı boş-boşuna nöşə ağrıdır. Düz deyirsən, amma indi nə yeridir, nə vaxtıdır. Özün bizdən ağıllı hesab edirsən. Düzələr inşallah, təmkinli ol. Maliyyə yoxdur. Millətin dərdi sənə qalır. Başlı sal aşağı pulğu qazandı. Hamı necə sən də elə. Və s. və ilax.